Sual verilir ki, mən namaz qılmıram, oruç tuturam. Belə olan halda mənim orucum düzgündür, səhihdir, qəbuldur, yoxsa yox? Çox belə suallar rast gələ bilərik, çox vaxt soruşurlar. Hətta soruşmayan insanların da zehninə belə bir sual gələ bilər ki, doğrudan da bu cür insanların orucunun hökmü nədir? İl boyu namaz qılmır, namaz qılan deyil, amma mübarək Ramazan ayında oruç tutur. Və bu sualın cavabı bundan ibarətdir ki, əgər oruç tutan şəxsin orucu şər'i cəhətdən, fiqhi cəhətdən ki, hədislər əsasında alimlər buyurublar, nə cür olsa səhihdir, batil edən amillərdən çəkinirsə, öz-özlüyündə orucu səhihdir, fiqhi cəhətdən səhihdir, heç bir problemi yoxdur. Yəni belə deyək də, əgər orucu batil edən işlər görməyibsə, sübh azanından məğribə qədər oruclu halda qalıb və orucu batil edən bir əməl görməyibsə, o ki, risalələrdə qeyd edilir, bu şəxsin orucu fiqhi cəhətdən səhihdir və boynunda bu orucun qəzası yoxdur. Amma qəbul olmaq başqa bir şeydir, səhih olmaq başqa bir şeydir. Mümkündür, fiqhi cəhətdən bir nəfər hətta namaz qılır, oruç tutur, bütün əməlləri yerinə yetirir. Fiqhi cəhətdən ola bilsin, səhih olsun onun əməlləri, misal üçün. Amma məsələn, fərz elə, namaz qılmadığı halda oruç tutur, Allahın əmrini ayaqlar altına atıb, namaz qılmır. Belə olan halda onun orucu qəbuldurmu, yoxsa yox? Biz bu işi dəqiq deyə bilmərik, bu iş qalıb Allahın öhdəsinə. Fiqhi cəhətdən alimlərə müraciət eləyəndə deyirlər, bəli, əgər batil eləyən iş görməmsənsə, orucun fiqhi cəhətdən səhihdir. Amma Allahın digər əmrini orucdan da daha mühim və üstün olan, Allahın əmri olan namazı tərk edirsən, qılmırsan, bu mənada Allaha itaat etmirsən, bu orucun faydası var yoxsa yox, gərək həmin insanlara başa salasan ki, namaz orucdan da daha üstün bir əməldir. Burada kimsə düşünməsin ki, yenə qəlbinə deyərik, yenə həvəsdən düşər, ondansa deməyək bu daha yaxşıdır, heç olmasa oruc da tutur, xeyr. Bunu insanlara əmr etmək lazımdır, əmr bil məruf lazımdır. Bir həddə onlar da bir yerdən başlamalıdırlar, artıq bunlar bilməlidir, bu həqiqətləri bilməlidirlər. Ola bilər həmin anda onun qəlbi qırılsın, amma sən ona bu təbliğ edəndən sonra, o artıq həqiqətlə tanış olandan sonra, ibadət əhli olandan sonra, namaz əhli olandan sonra sənə təşəkkür edəcək. Bir ömür boyu sənə minnətdar olacaq ki, bu həqiqətləri ona izah etdin. Baxın, bizim bir usuliddin varımızdır. Dinin əsilləri, kökləri, təvhiddir, ədildir, nübüvvət, imamətdir, məad. Ondan sonra furuiddin gəlir. O da nədir? Dinin bulaqları deyiblər ona. Mərifətdən, əqidədən sonra, usuliddindən sonra furuiddinin ən üstün ibadəti nədir? Namazdır. Hətta namaz qəbul olsa hədisdə buyurulduğu kimi digər ibadətlər də qəbul olur.